Səncə, bədənimizdə elə bir orqan varmı ki, zədələnsə belə yenidən özünü bərpa edə bilsin? Bu orqanın 75%-i zədələnsə belə yenidən bərpa oluna bilir. Bəli, bu qaraciyərdir. Tək orqandır, özünü yenidən bərpa edə bilir. Qaraciyər bədəndə 500-dən çox funksiya yerinə yetirir. Bunlara misal göstərə bilərik ki, qanı təmizləyir, vitaminləri saxlayır və zərərli maddələri bədənimizdən xaric edir. Alimlər deyirlər ki, bədənimizdə qaraciyərin 75%-i sıradan çıxsa belə, o özünü təzədən bərpa edə bilir. Bu xüsusiyyətinə görə bir insandan alınan qaraciyərin yarısı digər insana verildikdə, həmçinin bu hər iki insanda da qaraciyərlər böyüyə bilir, bütöv hala gələ bilir. Bəs səncə, texnologiya belə bir orqan yarada bilərmi? Daha çox belə elmi faktlar görmək istəyirsənsə, kanalıma abunə ol və şərhdə yaz. Bu fakt səni təəccübləndirdimi?